Bismillahirrahmanirrahim. Şah rejimi Yaxın Şərqdə İsrail və Qərbin güclü müttəfiqi idi. Şahın zamanında İran İsrail mallarının fəal bazarına çevrilmişdi. Əlavə olaraq Şah İsrailə bol-bol neft göndərirdi ki, bu da işğalçı sionist rejiminə çox ciddi bir şəkildə iqtisadi dəstək olurdu. Şahın İsrailə göndərdiyi İran nefti bu işğalçı ölkədə emal olunaraq silah və gülləyə çevrilib Livanın və Fələstinin məzlum müsəlmanlarının qəlblərinə həkk olurdu. İran İsrail üçün bölgədəki ərəblərə nəzarət etmək və casusluq əməliyyatları həyata keçirmək üçün də mükəmməl bir bazaya çevrilmişdi. Şahın İsraillə gizli və aşkar münasibətlərini ifşa etmək və müsəlmanların ortaq düşməninə saysız hesabsız köməklərinə qarşı müxalifət yaratmaq İmam Xomeyninin şanlı qiyamının mühüm bir hissəsini təşkil edirdi. Bu səbəbi inqilabın başlanğıc nöqtəsi də adlandırmaq olar. İmam Xomeyni rəhmətullah əleyh 1978-ci ildə bu mövzuda açıqlama verərkən buyurub: "Bizi şahla qarşı-qarşıya gətirən nöqtələrdən biri onun İsrailə yardımlarıdır. Mən həmişə demişəm, İsrailin ərsəyə gəldiyi ilk gündən etibarən şah onunla əməkdaşlıq qurub və müsəlmanlarla İsrail arasında olan müharibə ən kritik həddə çatanda da şah müsəlmanlara aid olan nefti İsrailə göndərməyə davam edirdi. Və mənim ona qarşı çıxmamın səbəblərindən biri də budur. Deməli, İsrailə neft göndərmək, iqtisadi yardım eləmək, onun cinayətlərinə ortaq olmaq kiçik səbəb deyil. İnqilabla, hətta çevrilişlə nəticələnə bilər.